Bugünkü dərsimiz olacaq həndibol. Həndibol deməli ilk növbədə baxırıq ki, həndibol sözünün mənası nədir? Həndibol, hənd, əl, bol isə top mənasını verir. Deməli, əllə oynanılan top. Yaranma tarixi nə vaxtdır? 1898-ci ildə Danimarkanın Ordor şəhərində yaranmışdır. Yaradıcısı isə Holger, deməli Nielsen olmuşdur. 1928-ci ildə Beynəlxalq Həvəskar Həndibol Federasiyası yaradılıbdır. Məhz 1946-cı ildə də UEFA Federasiyasına üzv olmuşdur. İlk dəfə Olimpiya oyunlarına 1936-cı ildə daxil edilmişdir. Hansı? 11-in 11-ə həndibol oyunu. Burada da ən çox Olimpiya çempionu olmuş ölkə Fransadır. Deməli bizdə 1936-cı ildə hansı belə deyək də oyun idi ki, ilk dəfə Olimpiya oyunlarında iştirak elədi. Basketbol yadınızdadırsa, məhz 11-in 11-ə həndibol oyunu da ilk dəfə Olimpiya oyunları proqramına 36-cı ildə daxil edilmişdi. Yəni tarixləri eynilik təşkil edilir. Bundan sonra deməli 7-nin 7-yə olan belə deyək də Olimpiya oyunları proqramına deməli 1972-ci ildə kişilər olan qatılmışdır. 1976-cı ildə isə artıq qadınlar deməli Olimpiya oyunları proqramına daxil edilmişdir. Qadınların oyunu, yəni o ilk dəfə oynanılmışdır. Məhz basketbol da 1976-cı ildə qadınlardan ibarət yığma komandası Olimpiya oyunlarında iştirak etmişdir. Deməli, həndbolla basketbolun Olimpiya oyunlarında belə deyək də çıxışı ilk dəfə olaraq qadınlar arasında məhz 1976-cı ildə baş tutmuşdur və həndbol üzrə ən çox Olimpiya çempionu olmuş, yəni qadınlar üzrə də Danimarka olmuşdur. Deməli bizdə Rəfiqə Şabanova və Lyudmila Şübnalova 2 dəfə Azərbaycanlı çıxış etmişdir. Azərbaycanın heyətindən 1976-cı ildə keçirilən Olimpiyalar oyununda həmən devirdə də məhz Olimpiya SSR-nin qalibi olmuşdur. Deməli kim olmuşdur? Rəfiqə Şabanova və Lyudmila Şübnalova. 4-cü İslam Həmrəylik oyunlarında 2017-ci ildə Azərbaycan birinci yeri tutaraq qızıl medala sahib olmuşdur. Azərbaycanda deməli federasiyanın yaradılması 1992-ci ildədir. Məhz federasiya üzvlük də 92-ci ildə qəbul olunmuşdur. İndi isə gəlin baxaq meydançamıza. Meydançamız görək, belə deyim də, meydançamızın bu ölçüləridir. Meydançamızın ölçüsü deməli eni olur 20 metr. Bax eni. Eni deyəndə müəllimlər, bu nəzərdə tutulur ki, en hissəsi. Uzun hissəsi isə budur. Uzunu isə 40 metrdir. Deməli enimiz 20 metr, uzunu isə 40 metr oynayan meydançada oynanılır. Deməli qapının metri var burada. Bax qapını burada da göstərə bilərəm, qeyd edə bilərəm. Burada qapını görürsünüz. Qapımızın deməli uzunluğu 3 metr, hündürlüyü isə 2 metrdir. Bax, bütün xətlərdə burada deməli digər oyunlarda olduğu kimi 5 santimdir. Qapı xətti 8 santim olur. Qapının dirəkləri, gördüyümüz kimi qapının dirəklərinin qalınlığı da 8 metrdən ibarətdir. İndi gəlin burada nəyə nəzər salaq? Burada gördüyümüz kimi 4 metr yazılıb. 4 metr burada, deməli qapıçı meydançası ümumilikdə, bura meydançaya yalnız qapıçının meydançasıdır ki, buradan top keçirilir, buradan kənara içəriyə doğru keçmək olmaz. Bu 4 metrliyində məhz gördüyümüz kimi qapıçı burada 4 metrlikdə durur. 4 metrlikdən olan zona ümumi müəllimlər 6 metrdir. 6 metrliyin 4 metrində yadınızda qalsın qapıçı dayanır. Qapıçı dayanır burada.
Buradakı qırıq-qırıq xətlər ki var, məhz bu 9 metrlikdir. Bu 9 metrlik xəttdə də oyunçular dayanır. Nə zaman? Deməli 9 metrlikdə oyunçular dayanır arxasında. Və 7 metrdən top atırıqsa, 7 metrlik nədir? 7 metr 6 metr buradır, düzdür, bura qədər olan. Bax görürsüz, bundan 1 metr burada xətt verilibdir. Bax məhz bu 1 metr bundan aralı olan 7 metrlikdir. Məhz burada basketbolda penaltılar bu 7 metrlikdən həyata keçirilir ki, bunun da arasında 3 metr məsafə olmalıdır ki, həmən zaman oyuncular bu xəttdən kənarda dayansın ki, oyuncu penaltını həyata keçirmiş olur. Sonra burada bizim nəyimiz var? Meydançamızın içərisində deməli var burada deməli nəyimiz? Mərkəzi dairəmiz var. Mərkəzi dairəmizin ümumi diametri dedikdə 4 metrdir. Radiusu isə 2 metrdir. Deməli ümumi dairəmiz, diametrimiz 4 metr oldu. Radiusumuz isə 2 metr. Bax bu bizim meydançamızın haqqında verdiyimiz məlumat idi. İndi mən sizə gəlin verim məlumatımızı oyunçularımız haqqında. Bizim deməli oyunçularımız belə deyək də ümumi 14 nəfərdən ibarət olur. Bax burada da qeyd edilibdir. 7 nəfər meydan, yəni əsas heyət, 7 nəfər isə ehtiyat oyunçulardır. Beynəlxalq yarışlarda müəllimlər, ehtiyat oyunçuların sayı 2 nəfər artıq, yəni 9 nəfərdə istəyə görə artırıla bilər. Bizdə voleybolda necə idi? 6 meydan, 6 ehtiyat. Orada da beynəlxalq yarışlara görə məhz deməli maksimum 8 ədəd ola bilərdi. Deməli bizdə 6 nəfər voleybolda iştirakçı əsas heyətdə olmalı idi ki, oyun başlaya. Düzdür? Məhz oyunun gedişatında da burada heç kim gərək çıxmayaydı da, gərək meydanda olaydı. Altına çıxmaq deyəndə, yəni belə deyək də, yer dəyişmə olur. Sadəcə olaraq meydanda əsas komanda 6 nəfər olmalıdır axıra qədər. Amma ki, biz handbol oyununda 6 nəfərlə də meydana gələ bilərik əsas heyət kimi. Sonra bundan əlavə, bax qeyd edə bilərəm 6 nəfər, 6 nəfərdən sonra deməli 5 nəfərlə də gəlmək olar. Artıq deməli 4 nəfərdən sonra oyuna gələn azlıq təşkil edirsə, oyunda belə deyək də texniki məğlubiyyət verilir. Amma ki, belə deyim, oyun gedə-gedə 5-dən az oyuncu olarsa, bu artıq belə deyək də hakimlərin qərarıdır. Məğlubiyyət verərlər və yaxud da ki, oyun davam edər. Onların oyunlarına əsasəndir. Bax, bu da oldu bizim meydançamızda olan oyunçularımız haqqında əsas və ehtiyat oyunçularımız. İndi isə gəlin baxırıq, burada bizim hissələrimiz var. Hissələrimiz yəni ki, belə deyək də, bizim oyunumuz bir deyəcəyik ümumi neçə dəqiqədir. Ümumi oyunumuz 60 dəqiqə oynanılır və 2 hissədən ibarətdir. Hər hissəmiz 30 dəqiqədir. 30 dəqiqə deməli bizim 30 dəqiqə 2 hissədir. Biz burada qalib elan olunmalıdır. Yox, belə deyək də, əgər qalib elan olunmursa, əlavə 2 dəfə deməli 5 dəqiqəlıq vaxt verilir ki, qalib elan olunsun. Bir də müəllimlər, bizdə nə qaldı? Bizim hissələr arası deməli fasiləmiz 10 dəqiqədir. Hissələr arası fasilə neçə oldu? Yəni birinci hissə ilə ikinci hissənin arasındakı fasilə 10 dəqiqə oldu. Beynəlxalq yarışlarda isə istəyə görə maksimum 15 dəqiqə daha olur. Sonra bax bundan sonra əlavə hissə ki deyirəm, əlavə hissələr də 5 dəqiqədən sonra başlanıla bilər. Yox, əgər bu 2 əlavə hissədə əgər belə deyək, qalib yenə
müəyyən olunmadırsa, bu zaman neynirik? Biz yenidən penaltı olur. Bayaq ki dedim, 7 metrlikdən penaltılar atılır. Orada mən sizə qət'i xəttini göstərdim. Məhz 6 metrlik qapı xəttindən 1 metr sonra olandır ki, məhz orada 7 metrlikdə penaltılar həyata keçirilir. Deməli, 5 penaltı olur. 5 penaltı da digər oyuna verilir. Burada əgər bir dəfə 5 dənə penaltı verilir ki, əgər qalib elan olmasa, bir də 5 dəfə penaltı, hər bir komanda 5 dəfə penaltı yerinə yetirməlidir ki, ta ki nə vaxta kimi qalibimiz elan olunana kimi. Məhz burada da belə deyək ki, basketboldakı kimi qalib elan olunana kimi əlavə vaxtlar verilir. Plus da burada neyinir? Penaltı olur ki, qalib elan olunsun. Və bu da bizim hissələrimizin arasında olmayanlar idi. İndi bizdə digər nəyimiz qaldı? Meydança seçimi üçün başlanan. Və meydançamızı necə seçiriksə, burada artıq püşkatma olur. Püşkatma deməli belə deyək də, püşkatma da hakim tərəfindən olur ki, meydança seçimi və başlama püşkatma yolu ilə həyata keçirilir. Deməli qalib gələn meydan və ya belə deyək, ya topu seçimidir. Bir də deməli ikinci hissədə artıq meydanlar dəyişilmiş olur. Oyun mərkəzdən topla digər komanda başlayır. Hər əlavə hissə verildikdə püşkatma edilir. Bax, burada deməli necə oldu? Hər əlavə hissədə püşkatmalar oldu ki, o 2 dəfə əlavə hissələr ki olur, onlarda püşkatma olmuş olur. Püşkatma edilir meydançanın və hücumun kimin etməsinə görə ki, yəni püşkatmada qazanıbsa, meydançanın hücumu o seçmiş olur. Oyunun əvvəlində top qapıdan burada içəri keçərsə, top meydançanın bax məhz mərkəzindən başlayır. Püşkatma oldu və oyunun meydanında biz topu atırıq. Top burada əgər getdi, keçdisə, mərkəzdən burada deməli yadınızda qalsın, mərkəzidən başlamış olur. Sonra əsas hissələrin əvvəlində qol olduqda, əlavə hissələrin əvvəlində bir də top oyunu mərkəzdən daxil edilir. Deməli, mərkəzdən top nə vaxt daxil edildi? Bir də baxaq. Oyunun əvvəlində top qapıdan içəri keçərsə, yenidən mərkəzdən başlanılmış olur. Bir də əsas hissələrin əvvəllərində, yəni birinci və ikinci hissənin əvvəlində püşkatmayan əsasən oyunu başlayarkən mərkəzdən başlayırıq. Qol oldu, əlavə hissələrin əvvəllərində bir də top oyununa mərkəzdən daxil edilir. Bir də müəllimlər bir şeyi də nəzərə çatdırım ki, biz burada topu ki mərkəzdən daxil edirik, mərkəz buradır. Mərkəzdən daxil edərkən oyunçular arasında, deməli rəqib oyunçuların yəni arasında minimum 2 metr məsafə olmalıdır. Yəni, mərkəzi dairədən 2 metr kənarda durmalıdır oyunçular. Amma 7 metrlik penaltıda necə idi? Məhz orada 3 metr kənarda dayanırdıq. Deməli, bax, bunu da qeyd edim ki, küncdən zərbə zamanıdır, yan xəttdən topun ötürüşüdür, penaltıdır. Bu zaman 3 metr məsafə saxlayırıq. Bir də cərimə zonasındadır. Amma ki, mərkəzdən topu başlayırıqsa, burada 2 metr. Bax, bir dənə mərkəzdən başlayandadır. Digər yan xəttdə də, cərimə meydançasında 7 metrlik penaltıda da biz 3 metr məsafədə dayanmalıyıq. Yadımızda qalsın. Sonra burada qeyd etmədiyimiz nələr qaldı? Bundan əlavə deməli qaldı ki, biz out var. Out yəni cərimə dasasından topu başlayarkən biz 1 və ya 2 əllə. Bax, ümumiyyətlə oyun burada əllə bilirik ki, oynanılır handbol. 1 və ya 2 əllə oynaya bilərik. Bir də belə deyim, topu əlimizdə
3 addım gedə bilərik. Ancaq 3 addım addımlaya bilərik. Bir də 3 saniyə əlimizdə topu saxlaya bilərik. Bundan artıq əlimizdə topu saxlaya bilmərik. Yenə də 3 addımdan artıq deməli gedə bilmərik. Bu zaman cərimə belə deyək də qayda pozuntusu olur. Məhz biz də burada basketbolda biz topu neynirdik? Əlimizlə əllərimizin barmaqlarımızın ucu ilə çiliyə-çiliyə gedib topu səbətə atırdıqsa, həndbolda əlimizin içi ilə topu çiləmiş oluruq və əlimizdə də saxlamaq dediyimiz kimi qayda pozuntusudur. Əlimizdə saxladıqsa 3 addım edirik və 3 saniyə əlimizdə saxlaya bilirik. Və bu da bizim deməli nəyimiz idi? Oyunumuzda olanlar. Sonra nəyimiz qaldı müəllimlər bizim? Bizim hakimlərimiz. Hakimimiz burada deməli 4 ədəddir. Hakimlərin deməli ikisi meydan, ikisi isə masa hakimindən ibarətdir. Sonra bizim kartlarımız var. Kartlarımızı da qeyd edim. Kartlarımızın da bizim deməli 3 dənə burada kartdan istifadə edilir. Sarı kart, qırmızı kart, deməli sarı kart, yadınızda qalsın sarı, sonra qırmızı deyirəm, üzrlü sayın, yaşıl və mavi. Yaşıl, mavi. Digər deməli idman oyunlarında necə idi? Qırmızı basketbolda da deməli qırmızı və yaşıl kartdan, sarı kartdan istifadə edirdik voleybolda. Amma burada isə sarı, yaşıl və mavi kartlardan istifadə etmiş oluruq. Deməli, burada sarı kart digərlərində olduğu kimi, deməli, bir sarı kart oyunçuya veririksə, deməli, bu xəbərdarlıqdır. Komandaya bir sarı kart, belə deyim, komandaya deyil, oyunçuya bir sarı kart, komanda isə 3 dənə şifahi xəbərdarlıq üçün sarı kart verilir. Xəbərdarlıq deyir oyunçuya 3 dəfə 2 dəqiqə. Əgər 3 dəfə oldusa, oyundan 2 dəfə kənarlaşdırılmış oldu. Üçüncü veriləndə qırmızı kart həmin oyundan ümumi kənarlaşır. Bax, burada qırmızı da var. 4 dənə kartdan istifadə edilir. Deməli, neçə kartdan istifadə edildi? 4. Sarı, yaşıl, mavi, qırmızı. Amma digərlərində 2 kartdan idi. Mavi kart burada nədir? Mavi kartımız bir neçə oyun və yarışdan artıq kənarlaşmadır. Yaşıl kartımız isə time-outlar zamanı istənilən komanda tərəfindən hakimin stolunun üstünə qoyulur və bu vəziyyətdə bütün time-outlar müddətində qalır. Deməli, time-outdan danışım elə məhz yaşıl kart time-out üçün olduğundan, elə burada da time-outu nəzərə salaq. Time-out burada oyun ərzində 3 dəfə götürülür. Əlavə hissələrimiz ki olur, orada time-out olmur. Baxın, time-out deməli neçə dəfə götürüldü? 3 dəfə. Time-outun vaxtı müəllimlər 60 saniyədir. 60 saniyə hardaydı? Basketbol oyunumuzda. Amma bizim basketbol oyunumuzda time-outlarımız 5 ədəd idi. Əlavə hissəmizdə də 1 ədəd time-out götürürdük. Amma burada time-outumuz deməli neçə ədəddir? 3 ədəd bizə oyun ərzində time-out verilir və 60 saniyə də vaxt verilir ki, time-outlarımızdan, yəni istirahət vaxtından istifadə edək. Burada da deməli basketbol, 3 də basketbolda olduğu kimi oyunçu dəyişikliyinə məhdudiyyət yoxdur, yadınızda qalsın. Deməli, oyunçu dəyişikliyimizə nə yoxdur? Məhdudiyyət yoxdur. Sonra indi gəlin sizə topun yan xəttdən keçməsindən danışaq. Əgər deyir top yan xəttdən zərbə zamanı, top yan xəttdən tam keçərsə, top yan xəttin oyuna 1 və ya 2 əllə daxil edilə bilər. Əgər tam keçibsə xətti, deməli necə edirik? 1 və ya 2 əllə daxil edirik. Topun tavan və ya oyun meydancasının üzərində konstruksiyasına dəyərkən də yan xəttə zərbə təyin olunur. Əgər biz topu atırıq tavana və yaxud da meydançanın konstruksiyasına dəyirsə, deməli bizə nə verilir? Yan xəttdən zərbəni endirməyə verilir. Məhz yan xəttdən biz zərbəni ötürərkən də oyunçular 3 metr kənarda dayanmalıdır. Yəni
Oyunçu 3 metr ən azı komanda oyuncuları yetirilən zaman məsafədə dayandırılmalıdır. Sonra burada başqa nəyə nəzər salaq müəllimlər? Burada var ki, hakimlər deməli nə qərar verir? Passiv oyuna zamanı müşahidə edərsək ki, hər hansısa bir komanda passiv oyun oynayır. Bu zaman 4 ötürmə şansı verilir. 4 ötürməyə də hücum yekunlaşmalıdır. Əks halda top rəqibə veriləcəkdir. Və bunu da yadımızda saxlayırıq. 7 metrlik cərmə zərbələri nə zaman olunur? Deməli, əgər əlavə vaxtlar verilirsə, penaltı olanda ki, verilir ki, qalib elan olsun. Sonra rəqib komandanın, bax yadımızda qalsın, 7 metrlik cərmə zamanı. Rəqib komandanın oyunçusu və ya rəsmi şəxs tərəfindən qol üçün yarışma aşkar vəziyyəti pozulursa, aşkar qol vəziyyətinin kənar fitinin çalınması, oyunda iştirak etməyən şəxsin müdaxiləsi nəticəsində qol vəziyyəti üçün aşkar imkanın pozulması və bir də yəni ki, tamaşaçının meydançaya daxil olması, kənar fitin çalınması və hücum edən oyuncuların dayanmasının nəticəsində 7 metrlik cərmə zərbəsi verilir ki, komanda yəni bunu qəbul etsin. Sonra bizdə burada var qapıçıya. Qapıçı nələr etməlidir? Qapıçıya nələr icazə verilir? Bu qalıbdır. Bunu da qeyd edək. Qapıçıya icazə verilir. Bax, məsəl üçün, qapıçını burada görürsünüz. Qapıçı dayanıbdır, topu müdafiə edir. Qapıçı topu müdafiə etdikdən sonra əgər top qayıtdısa, qapıçı topsuz digər oyunculara qoşulub burada oynaya bilər. Amma topsuz halda yanınızda qalsın. Öz atsı meydançasında topla deməli olmalıdır. Əgər belə deyək də, əlində top yoxdursa, digər oyuncularla oynaya bilər. Qapıçı da burada əvəz etməyə də əlbəttə ki, iştirak edirlər digər oyuncularla. Biz dedik ki, burada nə yoxdur? Oyuncuların dəyişikliyinə məhdudiyyət yoxdur. Sonra qapıçı topu çiləyərək qapıçı meydançasını məhz tərk edə bilər. Yerləşərək deməli bir də qapı meydançasında yerləşərkən qabını müdafiə ki edir, yəni top gəlməsin deyib. Bədənin hər hansısa bir hissəsi ilə topa toxuna bilər. Amma oyuncular müəllimlər yadınızda qalsın, ancaq qurşaqdan yuxarı qolları ilə, sinələri ilə, başları ilə toxuna bilər, ayaqları ilə toxuna bilməz. Amma qapıçı burada bədəni topu qorumaq üçün belə deyək də, bədəninin hər hansısa bir hissəsi ilə, yəni top keçməməsin deyib öz belə deyək, torunu qorumaq üçün bunu edə bilər. Sonra öz qapıçı meydançasının çərçivəsində əlində topla sahə oyuncuları üçün məhdudiyyətləri nəzərə almadan məhdudiyyətsiz yer dəyişə bilər. Yəni digər oyuncularla qapıçıya qapıçı zərbəsinin yerinə yetirməsini ləngitməyə də icazə verilmir. Yəni ki, ləngitməməlidir. Sonra qapını deyir müdafiə edərkən görürsüz, müdafiə edir burada. Qapını müdafiə edərkən nəzarətdən çıxan topun ardınca qapıçı meydançasını tərk etmək və onunla oyun zanasında oynamağa davam etdirmək o icazə verilir. Və bu da bizim qapıçı haqqında verdiklərimiz məlumatlar idi. Və bugünkü dərsimiz və bu qədər müəllimlər handbol haqqında olan dərsimiz.